ölüm adlı bir varlıq var bu dünyada. Yəni, dünyanın varı, dövləti, mülkü, sərvəti faniliyin insan ölüm anında bilir. Yəni, artıq can üstündə olanda bəzən insan nə qədər o hala, o vəziyyətə düşməyib, o ana gəlib çatmayıb, bəzən bu sözlərin hətta həqiqət olmasına belə biganə yanaşır. Amma o anda, çətin anda insana heç bir şeyin, varın, dövlətin, sərvətin, dostun, qardaşın köməyə çatmadığı bir anda dünyanın fani olduğunu o an insan bilir. Əgər mala, dövlətə qalmış olsa, biz baxırıq ki, bu sonda fanidir, bunun üçün fəxr etməyə dəyməz. Əgər baxsaq, nə qədər taxt üstündə oturan şahları, sultanları bu dünya taxta üstə yuyub yola salıb.